Gürcüstan prezidenti Mixail Qavelaşvili Cenevrədə keçirilən BMT-nin süni intellektin idarə olunması mövzusunda qlobal dialoqda çıxış edib. Prezident beynəlxalq əməkdaşlığın və süni intellektin effektiv idarə olunmasının vacibliyini vurğulayıb. Anaqlia limanı tam şəkildə dövlət tərəfindən inşa ediləcək. Layihədə xarici investorlar iştirak etsələr də limanın sahibi və idarə edicisi dövlət olacaq. İlk gəminin 2029-cu ildə limana qəbul edilməsi planlaşdırılır. Gürcüstanla bağlı qətnamə layihəsi 8 iyulda Haqada səsverməyə çıxarılacaq. Sənədin əsas təşəbbüskarı ABŞ Konqresinin üzvü Joe Wilsondur. Qətnamədə 2024-cü il parlament seçkiləri, 2025-ci il yerli seçkilərində mümkün pozuntular, müxalifət müşahidəçilərinə maneələr və Gürcüstanda son dövrdə qəbul olunan qanunlarla bağlı narahatlıqlar əks olunub. Gürcüstan nümayəndə heyəti isə sənədi tənqid edərək ithamları əsassız adlandırıb. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. O, Yekaterinburqda keçirilən forumda iştirak edəcək və Rusiyalı həmkarı ilə görüşəcək. NATO samitinin açılışından bir gün əvvəl Rusiya Kiyevə dron və ballistik raketlərlə hücum edib. Hücum nəticəsində 15 nəfər həlak olub, 46 nəfər yaralanıb. Onların arasında 2 uşaq da var. Yaşayış binasına dəyən zərbə dağıntılara səbəb olub və insanlar dağıntılar altında qalıb. Eyni zamanda Zaporojyaya endirilən hava zərbəsi nəticəsində bir polis əməkdaşı həlak olub, 13 nəfər yaralanıb. Paralel olaraq Ukraynanın hücumları nəticəsində Rusiyada 2 liman və mühüm neft ixrac obyekti zədələnib. Rusiya tərəfi isə Kerçdə bir nəfərin öldüyünü bildirib. ABŞ-ın vitse-prezidenti J.D. Vance bildirib ki, Rusiyanın hücum imkanları demək olar ki, sıfıra enib və ölkə döyüş meydanında ciddi irəliləyiş əldə edə bilmir. Onun sözlərinə görə Ukraynanın uğurları müharibənin başa çatması üçün lazım olan şəraitin formalaşmasına kömək edir. Vance qeyd edib ki, Donald Trump administrasiyası Ukraynanın danışıqlarla yanaşı müdafiə qabiliyyətinin gücləndirilməsinə diqqət yetirməsini vacib hesab edir. Polşanın müdafiə naziri Ukraynaya 2022-2026-cı illərdə göstərilən hərbi yardım açıqlaması barədə göstəriş verib. Nazir bildirib ki, hərbi texnika və silahların göndərilməsi əvvəlki hökumət dövründə başlayıb və bu proses barədə həm keçmiş, həm də hazırki prezident məlumatlandırılıb. Açıqlama müxalifətin Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin gizli şəkildə verilməsi ilə bağlı ithamlarına cavab olaraq edilib. Xüsusi Əməliyyatlar Departamentinə çox funksiyalı xüsusi təyinatlı və sürətli reaksiya üçün nəzərdə tutulmuş taktiki nəqliyyat vasitələri təhvil verilib. Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin sözlərinə görə yeni nəqliyyat vasitələri departamentin əməliyyat imkanlarını və fəaliyyətinin daha da gücləndirilməsinə töhfə verəcək. İlin sonunadək departamentə əlavə olaraq bir neçə onlarla zirehli avtomobil, yüksək keçid qabiliyyətinə malik və operativ taktiki nəqliyyat vasitəsi də təhvil veriləcək. Rabitə Komissiyası və Ətraf Mühitin İnformasiyası və Təhsil Mərkəzi Davamlı Gələcək naminə ekoloji jurnalistika adlı birgə layihəyə start verilib. Layihənin məqsədi media nümayəndələrinin peşəkar biliklərini dərinləşdirməkdir. Əməkdaşlıq çərçivəsində Media Akademiyasının Media Məktəbi studiyasının tələbələri ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, təbii ehtiyatların idarə olunması və davamlı inkişaf mövzularının düzgün, obyektiv və peşəkar şəkildə işıqlandırılması məqsədi ilə tematik təlimlərdən keçəcəklər.